Və belə oyuna gəldikdə bir neçə gün vaxtımız oldu həm oyunu analiz etməyə, həm oyunun ətrafında bir xeyli düşündük və digər oyuna hazırlaşmağa. Ümumən belə söylənəcək çox bir fikir yoxdur. Bəli, bizdən üstün oldular, bizi üstələdilər və belə çalışıb cavab oyununda daha diqqətli olacağıq, daha diqqətli olmalıyıq, borcumuzdur və daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki həm gedəcəyimiz yol, həm rəqibin öz doğma meydanda oyunu. Mən pis hazırlaşmadıq, baxmayaraq biraz psixoloji zərbə aldıq, amma hər bir halda ümumi hazırlığımız pis deyil. İnşallah çalışırıq ki, cavab oyununda özümüzdən yaxşı tərəfdən göstərməyə. Sí, pienso que la primera parte concedimos demasiado a un equipo que te puede hacer mucho daño, pero también siento que la segunda parte el equipo estuvo bien y que si hubiéramos competido de esa misma manera la primera que la segunda, el resultado hubiera sido diferente. Ahora tampoco hay que pensar mucho más en ello, saber que si somos capaces de jugar como en la segunda parte, de competir igual, podemos ganar, vamos con esa idea y si nos vamos de la competición que sea con la cabeza alta, porque pienso que el equipo está preparado para hacerlo. Salamlayıram hamınızı. Düşünürəm ki, həmin birinci oyundakı birinci hissədə çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. Düşünürəm ki, ikinci hissə birinci hissə ilə müqayisədə daha yaxşı idi və fikirləşirəm ki, ikinci hissədə mübarizə apardığımız kimi kəş birinci hissədə də o formada oynamalıydıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq unutmalıyıq həmin oyunu. Cavab oyunu haqqında fikirləşməliyik. Əgər ikinci hissədəki kimi mübarizə aparsaq və ondan daha yaxşı oynasaq, düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik cavab görüşündə. Buyur Kənan. Burhan, uğurlar arzulayıram Newcastle maçda. İkinci hissədə, birinci maçın ikinci hissəsində komanda sanki daha yaxşı oynadı. Bunu məcburiyyətdən 5-liyə keçiləndə hiss oldu ki, müdafiədə daha yaxşı oynadıq. Bu kömək oldu, komanda 5-liyə keçəndən sonra müdafiədə. Biz bu sistemin həm Newcastle səfər maçında, həm də bundan sonraki maçlarda, çempionatda və yaxud da Avrokuboklarda sistemin yenidən tətbiq olunacağını gözləyə bilərikmi? Hal-hazırda belə bir fikrim yoxdur. Gələcək üçün belə bir sistemdə oynamağa. Sadəcə mən yenə bildirəm ki, biz hal-hazırda etdiyimizi daha yaxşı etmək istəyirik, yaxşılaşdırmaq istəyirik. Sadəcə bu oyunda rəqib həddindən artıq demək olar ki, bəlkə də hazırlıqlı idi. Bəlkə də onların ən hazırlıqlı oyunlarından biri idi. Bilirsiniz, əvvəlki bir neçə tur əvvəl hardasa biz düşünə bilərdik ki, onların idman performansında biraz geriləmə var, amma son turlarda öz optimal formalarını yığmışdılar və bizimlə oyunda bəlkə daha yaxşı bir performansdaydılar. Ona görə onların düşündükləri demək olar ki, hər şey alındı. Sadəcə bizdə dediyim kimi elə ilk dəqiqələrdə qol, sonra ikinci qol, biraz komanda yenə qeyd edirəm ki, sanki nakavata düşdük belə. İlk hissədə özümüzə gələ bilmədik, amma ikinci hissədə biraz soyunub geyinmə otağında biraz futbolçularla danışdıq, ümumi fikirlərimizi bildirdik. Bəlkə daha diqqətli oldular, daha sərbəst oldular hətta. Amma ümumən belə sistemdə yəqin görmüş, mən nadir hallarda buna əl atmışam, amma yəni, hansı oyunlarda bu mümkündür, çünki get-gedə mən yenə deyirəm ki, biz bir addım irəli getdikcə rəqiblərin ciddiliyi, rəqiblərin ümumiyyətcə
səviyyəsi daha da böyüyür. Ona görə belə hansı oyunlarda ola bilər, amma hal-hazırda, yəni mənim gələcək oyunlarda belə bir sistemdə oynayacağam deyə belə bir fikrim, düşüncəm hal-hazırda yoxdur. Amma ümumən, yəni bu sistem, ümumiyyətlə 5-4-1 sistemi, hansı ki 1-5-4-1 sistemi hardasa mənim cəlb edən sistemlərdən biridir. Bunu da deyim. Mehman buyur. Qurban müəllim, uğurlar arzulayıram. İndiki məqamda nəyə toxunmaq istəyirdim? Açıq məşq burada oldu, mətbuat konkursu burada oldu. Yəni yanılmıramsa, mən xatırlamıram ki, Qarabağın hansısa səfər öncəsi ən az son illərdə belə bir şey olub. Yəni bu hazırlıq planının buna qurulmasında əsas hansı məqam həlledici rol oynadı? Bu birinci sualım. İkinci sualım da mərkəz müdafiəçisi ilə bağlı. Yəqin mövqe qayğılandırır, Bəhlulda ciddi zədə oldu. Onun əvəzinə böyük ümidlərlə transfer, daha doğrusu icarəyə götürülmüş Sami hər halda hazır olsa ikinci hissədə meydana buraxılardı, amma oynamadı və indiki məqamda ümumiyyətlə Sami niyə belə deyək ümidləri doğrultmadı? Yəni bu fonda ümumiyyətlə mərkəz müdafiəçisi ilə bağlı mövqe qalan 3 ayda sizi nə dərəcədə qayğılandırır? Nəzərə alsaq ki, sabahla çempionatda hamısı mübarizə gedir. Yox, yəni belə hallar olub bizdə. Az da olsa bu cür bizim proqramımız olub. Mənə sadəcə bu oyundan sonra burada Bakıda həm bərpaya mənə daha çox vaxt lazım idi, həm buradakı hazırlıq mənim üçün daha önəmli idi. Bizim əgər biz 2 gün əvvəl gedəsi olsaydıq, bizim məşq planımız tam pozulurdu. Və yaxud məşq eləsəydik, yenidən 7 saata yaxın ən az havada, sonra bunun gediş-gəlişi bir 11-12 saat yolda olmamız bu əlavə yükləmə ola bilərdi. Ona görə belə bir addım atdıq ki, ən azından hazırlığımız normal bir səviyyədə olsun, hazırlığımızı istədiyimiz kimi hazırlaşaq və bunu bu cür proqram plan tutduq. Mətbuat konferansda belə öncə bir neçə dəfə olub belə hal, amma elə bir bizə gələn rəqiblərin də belə bir rejimdə planları olub. Hər bir halda futbolçuları biraz psixoloji təzyiqdən uzaqlaşdırmaq üçün belə bir qısa getdik. Bir gün ərzində bizim sabahda məşqimiz olacaq orada, sabah səhər məşqimiz olacaq. Oyuna hazırlaşıb və sırf oyuna daha aktiv olmaq üçün belə bir addım atdıq. Qaldı mərkəz müdafiəçi mövqeyinə, bəli, ola bilər düşündüyümüzü ala bilmədik, amma hər bir halda biz hansısa variantlar, yəni başqa variantlar həmişə biz əldə etmişik, yəni onların üzərində dayanacağıq və hazır olanları daha çox belə deyək ki, hansı ki, daha çox bu oyuna özünü yaxşı tərəfdən hazır sayanları meydanda görə biləcəyik. Buyur Səmər. Sami Emmaya ilə bağlı sual verildi, amma əvəzedici heyəti göndərilməsinin sırf səbəbi nədir? Bir də ötən oyunda Newcastle-la Masda, yəni penalti epizodunda Toral Bayramovun ehtiyat oyun səskamyasında gülməsi çox müzakirə olundu. Ümumiyyətlə onunla bağlı hansısa tədbir görüldümü? Göndərilməsi sadəcə idman nizam-intizamının qaydalarını pozmuşdu. Kodeksdəki bizim punktda görə yəni belə bir addım atdıq, əvəzedici heyəti göndərdik. Məncə çox da belə bəzi detalları açıqlamaya ehtiyac yoxdur. Çünki bizim ümumiyyətlə futbol karyeramızda, futbol təcrübəmizdə belə hallar çox olub və bəlkə də ən az olan elə bizim klubdur, belə hallarla rastlaşan. Amma bəzən bu adımlara biz də əl atırıq, bundan istifadə edirik, sadəcə çərçivədən kənara çıxmayaraq. Qaldı ki, Turalın həmin epizodda, penalti epizodunda gülməsi ola bilər. O epizodda kimi hansısa bir bəlkə söhbət edirdilər, belə gülünc bir vəziyyət yaranmışdı, gülüş vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim, sadəcə yenə deyirəm ki, belə hansısa bir xırdalıqlara getməyə ehtiyac yoxdur və kimə hansı formada, hansı qaydada iradlarımızı bildirmək lazımdırsa, yəni yaxşı bir səviyyədə bildirilib. Növbəti sual, buyurun. Emin Şəmsiyev, Baku TV, Qurban müəllim, istənilən halda Qarabağa ümumiyyətlə uğurlar.
Son günlərdə müzakirə olunan Azərbaycan futbol sevərləri və Azərbaycan futbol cəmiyyətində müzakirə olunan bir məsələ var. Söhbət Neftçi ilə oyunun təxirə getməsindən gedir və Newcastle-la oyunun nəticəsinin fonunda bu daha çox yenidən müzakirəyə çevrilib. İstərik Qurban Qurbanovun dilindən eşidək və bəlkə də bu mövzuya bir nöqtə qoyulsun. Buyurun. Məncə hal-hazırda burada müzakirə olunması bir məsələ deyil indi. Mən elə bizim rəhbərlik adından da Neftçi rəhbərliyinə təşəkkür bildirildi. Hansı ki bizim ikinci xahişimizdən sonra oyunu təxirə salmağa icazə verdilər. Və mən bir daha təşəkkür edirəm belə bir qərar verdiklərinə görə bütün Neftçi rəhbərliyinə. Qaldı ki, yəni bu nəticəyə görə yenidən gündəm olub, yəni bizim nəticəyə görə olan bir adım deyil idi. Sadəcə bizim qrafikimiz, yəni bilirdiniz, biz neçə oyundur, 3 gündən, 4 gündən bir oynuyorduk və bugün də bu oyunun biz əvvəlcədən biz nə deyə bilərik ki, biz bu oyunu udacağıq və yaxud məğlub olacaq belə bir fikir biz bildirmək, yəni bizə biraz etik normalardan uzaq olar. Çünki rəqibimiz bəlli, yəni onların olduğu yer bəlli. Hər bir halda biz istəyirdik bu oyunu tam daha yaxşı hazırlaşmağa və əlaqəsi bu oyundan sonraki bizim bu günlərimiz hansı ki biz iki oyun arasında bizim cəmi 6 gün vaxtımız var. 5 gün sonra 6-cı günü oyundur. Və bizim səfəri düşünərək, bizim səfər qarşılaşmanın yolu düşünərək belə bir addım atdıq ki futbolçular hamısı bu oyuna hazır olsunlar. Yəni bizi məncə başa düşmək lazımdır. Yəni bu istənilən Qarabağ olmasın və yaxud qeyri-Azərbaycan komandası olsun. Belə addımlar, belə müraciətlər illərcə olub. Yəni, biz bugün də bunun tərəfdarıyıq. Çünki bizim hal-hazırdakı bizim hazırlığımız onlarla yan-yana qoyulası deyil. Bunlar neçə illərdir bu rejimdə oynayırlar, hansı ki bu rejimə uyğunlaşıblar, amma biz biraz yəni çox xırdallara geçsək, çox danışmalıyım, çox fikir bildirməliyəm və məncə müqayisə olunmazdır. Sadəcə həm də ki biz yəni bizə əvvəlcədən bildirilir ki, ilin əvvəlində hansısa bir play-off oyunlarında komanda müraciət edə bilər. Əgər qarşı tərəf razı olarsa, oyun təxirə salınması üçün problem olmaz. Yəni buna görə biz bu addımı ataq. Əgər yox desəydilər, yenə sağ ol deyəcəkdik, əlbəttə yenə təşəkkür edəcəkdik, yenə işimizi görəcəkdik. Sadəcə yəni bizim o qədər problemlərimiz var ki, yəni bu problem, bu müzakirə olunması problem deyil, belə deyək də. Çünki sabah biz bizə müraciət oluna bilər hansısa bir komanda və yaxud digərlərinə və yaxud biz onların bir-birimizin yanında olmalıyıq. Biz meydanda rəqibik biz, amma meydandan kənarda biz hamımız hörmətlə, izzətlə, istər Neftçi rəhbərliyindən olsun, istər məşqçilər korpusundan olsun və yaxud digər klublarla olsun, bizim münasibətimiz həmişə yaxşıdır və həmişə biz bir-birimizi daha tez və daha yaxşı anlamışıq. Ona görə belə məncə çox da müzakirə olunması bir indidən sonra müzakirə olunması bir mövzu deyil. Sadəcə mən bir daha təşəkkür edirəm ki, belə bir qərar razılıq verdilər və bu qədər. Murat, buyur. Qurban, mənim sabahki oyunla bağlı uğurlar arzulayıram. Mənim sualım daxili çempionatla bağlı olacaqdı. Ayxan Abbasov ötən gün İmişlə oyundan sonra bildirdi ki, Qubada stadionda qapıların ölçüsü 11 santimetrdən çox olub, normal ölçü. Bununla bağlı fikrinizi öyrənmək istəyirdim. PFL-in də bununla bağlı açıqlaması var. Yəni sizin də komanda orada oyun keçirdi. Maraqlı açıqlama verib Ayxan. Mən meydançanı demişdim, Ayxan qapıları deyib. Yəni belə no comment, belə deyək də, mən bir fikir bildirməyəcəm. Buyur Kenan. Sualım Montiye'lədir. Komandasıyla, yeni komandasıyla birlikdə Çempionlar Liqasının liqa mərhələsini demək olar ki, başa çatdırdı. Təbii ki, möcüzələr olur, amma cavab qarşılaşmasından sonra böyük ehtimalla mübarizəni dayandıracağıq. Qarabağla Çempionlar Liqasında keçirdiyi ümumiyyətlə bu liqa mərhələsini bir dəyərləndirədi və komandadan gözləntiləri nə idi, özündən gözləntiləri nə idi və bu gözləntilərin nə dərəcədə doğrultdu?
La realidad es que el nivel de la liga me ha sorprendido para bien. No ha habido ningún partido, a mi manera de ver, fácil. Siempre nos complican mucho los partidos. Siento que también es verdad que al ser el mejor equipo de Azerbaiyán, siempre la exigencia con la que se toman los demás equipos los partidos es mucho mayor, pero la verdad que estoy contento con el nivel de la liga. Ümumi Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Demək olar ki, elə hər hansı bir oyunun çox asan keçdiyini xatırlamıram. Bu da normaldır, Çempionlar Liqasıdır. O qaldı gözləntilərə. Azərbaycanın ən böyük klubu olaraq bilirəm ki, Qarabağdan gözləntilər həmişə yüksəkdir. Yəni biz də çalışdığımız qədər bu gözləntilərin qarşılığını verməyə çalışdıq. Rüyanda xan, buyurun. Uğurlar arzu edirəm. Bəhlul Mustafazadə Çin klubuna gediş alınmadı qismətdən. Gəldi, zədələndi uzun müddət. Hazırda futbolçunun psixoloji vəziyyəti necədir? Bununla bağlı söhbətiniz olubmu? Yaxşı deyil, əlbəttə ki, çox üzgündür. Tək Bəhlul yox, elə hamımız üzgünlük. Amma yəni bu zədə qaçılmazdı. Bəhlul yaxşı bir sezon keçirdi və bu da gözlənilən idi. Həm klubda, həm iki turnirdə bizdə, həm milli komandada istər-istəməz hansısa bir məqamda futbolçu yorulur və belə hallar olur. Qaçılmazdı, sadəcə tezliklə dönər geri, düzdür 3 ay səhv etmirəmsə bildirdilər, həkimlər 2 aya 3 ay üstündən çıxdı. Hər bir halda bu il, belə deyək, bu sezon onun üçün başa çatdı. Uğurlar arzulayıram, inşallah tezliklə geri dönər. Yəni, belə zədələr qaçılmazdı ümumiyyətcə. Böyük futbolda, böyük yükləmələrdə belə zədələr qaçılmazdı. Sualım Montiyələdir. Qarabağ niyyətində oyunlarını izlədiyimizdə görürük ki, daha çox 10 nömrə mövqeyində özünü rahat sərbəst hiss eləyir və gözəl performans göstərir. Lakin bəzi oyunlarda sağ cinah hücumçusu mövqeyində də oynamaq məcburiyyətinə qalıb. Soruşmaq istəyirdim ki, hansı mövqeydə daha çox qol vuracağını, asist edəcəyini fikirləşir? Tengo la suerte de poder adaptarme a varios sistemas, en varias posiciones arriba. Es verdad que donde me siento más cómodo y creo que puedo sacar más y potenciar mis virtudes es de número 10, pero también sé que con los compañeros que hay puedo jugar en varias posiciones. Xoşbəxtlikdən müxtəlif mövqelərə tez adaptasiya olmaq, müxtəlif mövqelərdə çıxış eləmək bacarığım var, amma özümü ən yaxşı 10 nömrə kimi, 10 nömrə mövqeyində daha yaxşı hiss edirəm. Düşünürəm ki, öz bacarığımı daha yaxşı 10 nömrə kimi daha göstərəm və komandaya daha çox faydalı ola bilərəm. Amma bilirəm ki, o mövqedə oynaya biləcək başqa futbolçular da var. O cümlədən lazım gələrsə, digər mövqelərdə də ehtiyac olarsa, orada da oynamağa həmişə hazıram. Nicat Məmmədov, İdman TV. Onu da qeyd edeyim ki, mətbuat konfransı kanalımız vasitəsilə canlı yayımlanır. İstəyirəm ki, sualımı Qurban müəllimə verim. Növbəti mövsüm üçün ən azından bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır sizcə? Yəni, hansı mövqelərdə daha çox çatışmazlıqlar var sizcə? Düzün desəm, hər mövqeyə yəni ümumiyyətcə baxış keçiririk, hər mövqe üçün oyuncu götürmək istəyirik. Həm komandada oyuncu sayını daha da çoxaltmaq istəyirik, həm də ki, ümumi keyfiyyət daha da yaxşılaşdırmaq istəyirik. Qarşıda bir neçə ay vaxtımız olacaq, indidən başlamışıq, yəni transferlər üçün baxışlara, amma görək neçə nəfər və neçə oyuncu və necə edə bilirik. Hər bir halda, əgər biz ən azından əldə etdiyimizi qoruyub saxlamaq istəyiriksə, əlbəttə ki, biz
ilk olaraq ölkə çempionatında liderlər sırasında olmalıyıq və sonra ölkə xaricində istədiyimiz nəticəni əldə etmək üçün daha yaxşı, daha keyfiyyətli bir kollektiv əldə etməliyik. Buna görə mütləq axtarışlardayıq və xeyli sayda transfer etmək istəyirik, düzünü desəm. Qurban, mən uğurlar arzulayıram. Təbii ki, hər bir baş məşqçi və ya da komanda qarşıdakı oyunu daha çox düşünür. Amma yəni reallığı nəzərə alsaq, buradakı 1-6 hesabdan sonra yəni bir möcüzə baş versə nəsə eləyə bilər. Amma yəni demək olarmı, dərinlikdə daha çox sabahla oyunu düşünürsünüz. Çünki komanda 7 xal geridədir və belə deyim, Newcastle-la 1-6 hesablı məğlubiyyət, psixoloji zərbə olmamış olmaz futbolçulara və yol yorğunluğu, bütün bunları nəzərə alsaq, mənim üçün maraqlıdır. Demək olar, Newcastle-la cavab oyunu təbii ki düşünürsünüz, amma daha çox sabahla o, belə deyək də, ayın 1-də keçiriləcək oyunu daha çox düşünürsünüz. Çünki problemlər, sıx qrafik yenə olacaq. İnanın ki, hal-hazırda fikrimdə ancaq Newcastle-dır. Yəni, oyun barədə düşünmürük, çünki bu böyük bir turnirdir. Bəli, bizim reallığa baxsaq, bizim oradakı oyunda nəticə, yaxşı nəticə əldə etməyimiz hal-hazırda real görünmür. Amma yəni biz əvvəlki onlara da bildirmişəm ki, biz bu turnirdən həzz almalıyıq. Futbolçular bu turnirdə böyüyürlər. Futbolçular ümumiyyətcə böyük məğlubiyyətlər həmişə insanı, idmançını daha da möhkəm edir, daha da məsuliyyətli eləyir, daha da tez böyüdür ümumiyyətcə belə məğlubiyyətlər və əlbəttə ki, bu cür böyük komandalara qarşı oynamaq və belə tribunalarda oynamaq yəni özü ayrıca bir məsuliyyətdir. Bugün biz baxsaq, mən əvvəl də fikirlərimdə bildirirdim ki, hal-hazırda bugünkü gün üçün var İngiltərə Premier Liqası, bir də Avropa futbolu. Bugün biz baxsaq, məsələn, 5 komanda səhv etmirəmsə, İngiltərə komandası gözləyir 8-də 1-də. 6-cı Newcastle-dır, yəni səhv etmirəmsə. Yəni bu bir daha onun göstəricisidir ki, yəni bu liqa digərlərindən fərqlənir. Yəni bugün biz Avroliqaya baxsaq, elə digər Nottingham Forest olsun və yaxud başqası, yəni ümumiyyətcə baxsaq, yəni onlar digərlərindən birbaşa yuxarıdırlar. Yəni oradakı onların hal-hazırdakı ümumiyyətcə futbola yönəltdiyi ümumiyyətcə məbləğlər, ümumiyyətcə infrastruktur bugün İngiltərədə yəni digərlərini üstələyir. Və buna görə biz bilirik hara gedirik, biz baxmayaraq burada məğlub olmuşuq. Mən həmişə futbolçularımdan cəsarət istəmişəm, qarşımızda kimin olmağına asılı olmayaraq. İstər güclü olsun, istər böyük olsun, istər ağıllı olsun, amma biz cəsarətli olmağı mütləq bacarmalıyıq və biz bugünkü uğura, belə deyək, biz məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik. Yəni biz sadəcə çəkinməmişik, qorxmamışıq. Yəni bu bəzən belə uğur əldə etməyə şərait yaradır. Buna görə yəni biz hal-hazırda bizim fikrimiz o oyundur. Ora ən optimal formada hazırlaşmağa, ən optimal oyunçuları hazır olan futbolçuları meydana buraxmağa və oyunun gedişatına lazım olan sırf oyuna görə atılan addım olacaq. Nə qərarlar versək, sırf bu oyuna görə. Və sonra bir neçə gün vaxtımız olacaq, dönəndən sonra inşallah Bakıya çempionat üçün düşünməyə başlayacağıq. Buyur Emin. Qurban müəllim, bu mövsüm komanda plankanı çox qaldırdı və indi demək olar ki, psixoloji cəhətdən həm sizə, həm komandaya gələcəkdə daha çətin olacaq. Çünki tələblər də artır, həm azarkeş tərəfdən. Tamamilə doğru. Yəni, əgər bir insan və yaxud bir kollektiv, əgər hansısa bir müəyyən səviyyə qalxıbsa, ora qalxmaq ən asanı odur. Orada qalmaq çətindir. Yəni, minimum biz bunu qoyub saxlamaq üçün əlbəttə ki, məsuliyyətimiz artır, istərsənə tələblərimiz artır və gözləntilər çoxalır. Biz yəni, indi də bu oyunlarda hiss etdik. Baxmayaraq bizim çox yaxşı qalibiyyətlərimiz oldu və bu ilki biz nəticələrə baxsaq, yəni biz 10 xal əldə elədik və 10 xal topladıq və həqiqətən bu Çempionlar Liqasında belə bir böyük turnirdə, böyük klubların arasında onlarla yan-yana 10 xal əldə etmək bu doğrudan böyük bir uğurdur. Amma hansısa bir oyunda məğlub olurduq, həmən negativ fikirlər istər-istəməz dolaşırdı, başlayırdı və hansı ki
yəni biz gözləntiləri hiss edirdik ki, niyə məğlub oldular, niyə filan komandanı oldular, niyə buna məğlub oldular. Bu qaçılmazdır. Ona görə yəni buna görə futbol çox sevilir. Buna görə bugün dünyada yəqin ki bir nömrəli müzakirə mövzusudur futbol. Yəni bugün görsək. O cümlədən Azərbaycanda, o cümlədən bütün istənilən ölkələrə baxsaq. Və buna görə biz çox məsuliyyətli bir işin belə deyək başındayıq və bizə həqiqətən durmaq olmaz, bizə işimizdən kənarda qalmaq olmaz və əlbəttə ki, həmişə önə daha pozitiv baxmalıyıq, daha pozitiv yanaşmalıyıq və ki, minimum əldə etdiyimizi qoruyub saxlaya bilək. Buyur Mehman. Sualım Montiyələdir. İspaniya kimi futbol ölkəsindən gəlib, maraqlıdır belə bir ölkədə Qarabağın Çempion Liqasında belə bir möhtəşəm nəticələrini necə qarşılayırlar? Bunun sirrini soruşurlarmı? Bueno, he tenido un par de entrevistas en las que me han preguntado y siempre he dicho lo mismo, que estoy muy contento de estar aquí, que es un club gigante en el que todo el mundo te intenta ayudar, se desviven porque tanto yo como los compañeros, la familia de los compañeros estemos bien, también nos exigen mucho y creo que por eso tenemos la obligación de seguir queriendo ganar, de seguir queriendo ser mejores para seguir haciendo al club mucho más grande aún. Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibələrim olub və həmişə demişəm ki, burada olmaqdan çox məmnunam, çox xoşbəxtəm burada. Yəni eyni zamanda mən, komanda yoldaşlarım həmişə yəni ən yaxşısını verməyə çalışırıq komanda üçün və burada dəyərlər də odur. Bizə təlqin olunur ki, komanda üçün əlindən gələni eləməlisiniz və tələblər də yüksəkdir. Və biz də demişəm ki, bəs tələblər yüksək olduğu üçün biz əlimizdən gələni eləyirik ki, uğurlu olaq. Var, buyur Miri. Daha çox oynamayan futbolçuları Newcastle cavab oyunda, yəni daha çox onları görə bilərik. Yox, əvvəl bildirdiyi fikrimdə ən optimal nəticə onu eləyəcək.